Biz artıq Photoshopda paraqraf pəncərəsi ilə ən azından işləməyi bilirik. Daha doğrusu hər pəncərədəki hər bölmənin nəyə qulluq etdiyini bilirik. İlk hissədə təxmini bir eskiz çəkmişdik ki, bu karuselin ikinci posteri, yəni hansı görüntüdə olacaq. Xatırlayırsınızsa biz istəyirdik ki, təxminən 3 yerə bölək. Sağ iki hissəyə biz mətnimizi, sol tərəfdə Helvetica yazısını, aşağıda bir təsvir yerləşdirmək istəyirdik. Gəlin bunu praktikada necə etmək olar, ona nəzər salaq. Biz əslində lap birinci dərsimizdə tipoqrafika həsr olmuş birinci hissədə sadəcə kənardan mərcinlər, yəni təhlükəsizlik məsafələri təyin elədik. Amma artıq daxildə də bir struktur qurmaq lazımdır. Gəlin bu strukturu biraz daha dərinləşdirək. Yəni bizim bu gridi, şəbəkəni biraz da təkmilləşdirək. View, guides. Hətta gəlin bunu yığışdıraq, bəlkə sıfırdan olsun, həm də təkrarlamış olaraq. Biz bilirik ki, kənardan 100 piksellik bir boşluq vermişdik. Bizim bu xətlərin hamısını clear eləyə bilərik, yəni təmizləyə bilərik. Yeni bir layout yaradaq. Onsuz da son verdiyimiz kənar mərcinlər, kənar məsafələr avtomatik yenə də təyin olunur. Ən son nə işləmişiksə o da qalır. Bizə sütun lazımdır, columns bölməsini aktivləşdirək. Bizə 3 sütun lazımdır, onu da aktivləşdirək. Paraqraflar, daha doğrusu sütunlar arasında boşluq lazım gələcəksə, onu təyin eləyə bilərik. Yəni bu qala da bilər və ya bunu ümumiyyətlə sıfırlaya bilərik. Sadəcə 3 hissəyə bölünmüş bir struktur da yarana bilər. Amma biz 2 paraqrafla işləsək, daha doğrusu kiçik paraqraflar olsa, sanki bir jurnal, kitab, qəzet dizaynında olduğu kimi, o zaman paraqraflar arası boşluqlara, daha doğrusu sütunlar arası boşluqlara ehtiyac qalardı. İndiki halda hətta bu belə biz üçün artıqlaması ilə kifayətdir. Biz nəinki ancaq sütunları, eyni qaydada sətirləri də bu şəkildə sistemləşdirə bilərik. Yəni hətta buradan da biz yığışdıraq ara boşluğu. Tutaq ki, şəkili aşağı 4-də 1-ə, 5-də 1-ə tutaq ki, yerləşdirmək istəyirsə, bir xanaya tıkladım, klaviaturadakı yuxarı aşağı oxla hərəkət elətdirməklə bizə yəni lazım olan bu strukturu almış olarıq. Bilmirəm, yəni nə dərəcədə bu sətirlər bizə lazım olacaq. Gəlin biraz hətta daha çox eləyək. Düşünək ki, bizim aşağıdakı bu 2 sətrə təxminən şəklimiz yerləşəcək. Yuxarı bu hissəyə də mətni əlavə edəcək. Bir şəbəkə qurmaq prosesdir, yəni ki, dizayn prosesində qurduğunuz şəbəkə sizi qane etməyəcək, geri dönüb onu təkmilləşdirəcəksiniz. Yəni mən düşünürəm ki, bu konstruksiya indiki halda bizə kifayət eləyər. Ona görə çox da uzatmadan gridlə işi bu şəkildə biz ümumi şəbəkəni təyin eləyək. Şəbəkə hazırdır. Gəlin qayıdaq mətndən işə. Götürdüyüm mətnimizi Type toolu aktivləşdirirəm. Tıklayıram mətnin üzərində ki, avtomatik onun bounding box adlandırdığımız, yəni mətni əhatə edən bu çərçivə, bu markerlər aktivləşsin. Biz istəyirik ki, təxminən aşağı bu 2 sətri biz fotoya ayırmaq istəyirik. Tutaq ki, bizim paraqrafımız ən uzun olsa, şəkildən müəyyən qədər bir təhlükəsiz məsafədə gəlib dayanmalıdır. Ən uzun olsa bu qədər olsun. Tamamdır. Bizə lazım olan ölçünü təyin elədik. Ondan sonra yenə type toolu götürürük. Şrift ölçüsünü buradan istənilən yerdən təyin edə bilərik. Götürək şrift ölçüsünü verək tutaq ki 30 point. Çox balacadır. Hətta biz belə edə bilərik. Kursoru tıklayırıq bura, yəni şrift ölçüsünü təyin elədiyimiz bu xanaya. Sonra klaviaturadakı oxlarla yuxarı hərəkət elətdirməklə bizə lazım olan qabaritlərə gətirdik və elə burada da bəlkə də dayanaq. Elə təmiz, steril bir 40 pointli ölçü də var. Bizim paraqraflar arasında boşluq lazım gələcək. Orada verdiyimiz 40 point məsafəni elə paraqraflar arası boşluğa da təyin edək. Gördüyünüz kimi biz bir paraqraf ölçüsü qabaqcadan təyinləmişdik. Mətnin artıq o paraqrafın içində yerləşmir. Artıq sonuncu sətr yoxa çıxdı. Type toolu götürün, tıklayın mətnin içərisində və bu boksu bir balaca genişləndirin. Arxayın ola bilərsiniz ki, İndi hər şey görünür. Yəni kütləvi mətndə başqa bir şeyə müdaxilə eləmək istəməzdim. Nəzərə alsaq ki, bu bir Instagram posteridir. Kifayət qədər kiçik ölçülərdə telefonda insanlar bunu oxuyacaqlar. Ona görə çox da kiçik eləmək istəməzdim. Əslində biz bəlkə də bir çap materialı olsaydı bunu daha kiçik, daha estetik hala da gətirə bilərdik. Götürək elə sol tərəfdə də çox da önəmli deyil. Elə yenə də yazaq bura Helvetica. Helvetica yazaq, eyni ölçüdə olsun hətta bəlkə də. Bizdə şrift 40 pointidir. Escape basıb çıxıram. Təbii ki, 40 ilə işləmişiksə ən son avtomatik yeni yazdığımız mətn də 40 point olacaq. Move toolu götürüb qaldırıram yuxarı. Yaxınlaşdıraq. Yaxşı olar ki, bu ikisinin arasında bir vizual kontrast olsun. Kontrastın bir mövzusu da kompozisiyada mövqe kontrastıdır, ara məsafələr kontrastıdır, bəlkə bunu şərt olaraq deyə bilərik. Yəni bizim kütləvi mətndən kənarda durduğuna görə onsuz da bu özünə diqqət çəkəcək. Amma bu iyerarxiyanı gücləndirmək üçün, bu diqqəti biraz daha bu hissəyə yönləndirmək üçün biz götürüb həmin şriftin qalın variantından istifadə edə bilərik. Bəlkə bir balaca da mənfi trackingdən istifadə edə bilərik sırf başlıq üçün.
və bizim şriftimiz ana səhifədə, daha doğrusu üz qabağında qeyd etmişdi ki, 1957-ci ildə hazırlanıb, 56-da başlayıb 57-də tamamlanıbdır və aralarında fərq olsun deyə gəlin bunu ta ki nazik eləyək. Biz düzdür, eyni rəngdən istifadə eləsək daha yaxşı olardı, birə-bir eyni qırmızı olsun, amma bu dəqiqə o çox da prinsipal deyil. 1957-yə də aksent vermək üçün onu hətta rəngli də eləyə bilərik. Sonda baxaraq, əgər görsək ki, kontrast azdır, o zaman bunu da elə adi ağ, qara, boz, yəni ki, rəngsiz variantı gətirə bilərik. Mən klaviaturada Ctrl, macOS-də Command-la bir yerdə nöqtə vergili basmaq istəyirəm ki, gridlərim, şəbəkələrim, xəttlərim yoxa çıxsın, amma yoxa çıxmır. Səbəbi isə məndə hal-hazırda dil Azərbaycan dilindədir. Bunu mən ingilis dilinə dəyişsəm və indi artıq Ctrl daha doğrusu nöqtə vergüllə həmin bu şəbəkəni söndürüb yandıra bilərəm. Paraqrafla bağlı nəsə qeyri-adi bir işimiz yoxdur. Biz şəkil hissəsinə keçə bilərik. Yenə də şəbəkəni geri qaytaraq. Mənə lazımdır ki, şəklim məhz bu çərçivənin içərisində olsun. Bunun üçün də bizə lazımdır bu sərhədləri təyin eləyəcək bir düzbucaqlını çəkdik. Yəni şəbəkənin rolu bax bunun üçündür. Yəni təsadüfi yerlərdə deyil mənim bu görüntüm. Daha əvvəl Helvetica şriftinin metallik literlərini əks elətdirən böyük ehtimal ki, hansısa bir səhv eləmirəmsə bu Helvetica şriftinə həsr olunmuş sənədli filmdən bir kadrdır. İnternetdən tapdığım bir şəkildir, formal xarakter daşıyır. Bu şəkli kopyalayaq, Ctrl-C, gələk bura, Ctrl-V. Şəklimi gətirirəm həmin bu shape-in, bu kvadrat, daha doğrusu ağ düzbucaqlının üzərinə. Clipping maskla bu şəkili bu düzbucaqlının içərisinə atmalıyam. Altı basıb saxlayıb bu ikisinin sərhədində bir dəfə tıkladım. Avtomatik clipping mask düşdü. Bu şəkil daha doğrusu clipping mask formasında düşdü bu çərçivənin içinə. Ctrl-T, şəkil təbii ki aktiv olduğu halda lazım olan qabaritlərə gətirim. Bəlkə Helvetica sözü biraz mümkün qədər daha çox düşsün. Bəlkə biraz daha dramatik olsun. Şəklin maraqsız hissələrindən biz vaz keçə bilərik. Sənətkarın, ustanın o zəhmətkeş əlləri də biraz görünsə hər halda daha yaxşı olar. Ümumilik hətta şəklin yerləşdirməsi çox əla oldu. Bizdə fotonun, daha doğrusu artboardun sağ tərəfi daha ağır idi. Biz kompozisiyada balans qanununa əməl edib sol tərəfi balanslaşdırmağa çalışdıq. Qırmızı rəngdən ağır yazıdan istifadə elədik, amma foto bu balansı biraz daha da tənzimləmiş oldu. Fotonun əsas maraqlı hissəsi sol tərəfdir. İnsan əli, böyük ölçüdə metal yazılar və yəni kompozisiya bu şəkildə biraz daha tarazlı hala gəlmiş oldu. Ctrl nöqtə vergüllə gridi şəbəkəni söndürüb ümumi baxaq. Paraqraflar əgər çox ensizdirsə, artıq o paraqraf pəncərəsi ilə tanış olanda danışmışdıq ki, hyphenationu da aktivləşdirmək olar. Təbii ki, birinci mətni seçməyə lazım gələcək. Hyphenationu aktivləşdirə bilərik ki, bəzi yerlərdə sətirdən sətirə keçirmələr də olsun. Əgər yəni xoşunuz gəlmirsə və ya bəlkə də müştəri bunu istəmirsə, bunu yığışdıra da bilərsiniz. Çox kənarlara doğru boşluq yaranmasın deyənə hələlik ki saxlayaq. Burada dil qaydalarına əməl olunub, dünyanın tanınıb. Böyük ehtimal ki, ciddi bir problem yoxdur. Detallı bəlkə də baxsaq hansı qüsurlar ola bilər. Yeganə bu dəqiqə problem 1957 fondan çox da fərqlənmir. Kontrast azdır. Çünki nazikdir. Rəngli də verdiyimizə görə avtomatik yəni kontrastı biz azaltmış olduq. Bir yoxlayaq sadəcə xoşumuza gəlməsi geri qaytararaq. Götürək 1957-ni, Ctrl-T və biz bunu böyüdək. Sanki Helvetica'nın sol və sağ hissəsi ilə bir düz xətt üzrə align olmuş olsun. Biz deyil qala bilər, baxmayaraq ki, böyüdür, yenə də Helvetica sözü bizdə diqqət çəkir. Helvetica var, ili var, onun haqqında kiçik informativ blok var 2 paraqrafda və bir də bütün bu mətnə dəstək verən eyni zamanda diqqət çəkən şəkil var. 2 dərsdən ibarət paraqraf mövzusunun sonuna gəlib çatdıq. Təbii ki, mətnlə işləmək uzun təcrübə tələb eləyir. Tipoqrafiyanla rahat rəftar eləmək yəni illərin praktikasını, təcrübəsini tələb eləyir. Amma bir yerdən başlamaq lazımdır. Elə yəni bu fürsətdən istifadə edib bu dərsdə göstərdiyimiz kimi xarakterdə hazırladığınız hansısa bir şriftdə özəl bir poster var idisə, həmin posterin informativ bölməsini bir posterdən ibarət olmaya bilər. Sanki düşünün, karusel hazırlayırsınız, 4-5 paraqraflı bir mətn verilib. Onu hissələrə parçalayın. Bu şəkildə hər dəfə şəklin aşağıda olması şərt deyil. Birində bu şəkildə olsun, birində bəlkə şəkil yuxarıda olsun, birində bəlkə heç şəkil olmasın. Hissələrə bölün. Paraqrafın biri burada olsun, digər hissəsi bəlkə yəni şərti olaraq göstərək. Aşağı sol tərəfdə olsun. Bu artıq sizin internetdən axtarıb baxdığınız nümunələrə bağlı bir şeydir. Referenslərə baxın, nümunələrə baxın, dizaynı təkrarlamağa çalışın. Biz növbəti dərsdə görüşərik. Hələlik.